bugünkü verişimizin mövzusu şuur dəstgahıdır. Bu mövzunu aydınlaşdırmaqdan ötəri biz verilişimizə qonaqlar dəvət eləmişik. Onları sizlə tanış etmək istəyirəm. Respublikanın xalq artisti, gözəl tarzən Bəhram Mənsurov. Respublikanın əməkdar artisti, kamança çalan Tələt Bakıxanov. Mirzə Fətəli Axundov adına Akademik Oper və Balet Teatrının solistləri Səkinə İsmailova və Cənali Əkbərov. Əziz dostlar, keçən dəfə yadınızdadısa, biz muğamları başlamazdan əvvəl şeir dinlədik. Həmin şeir məşhur şairimiz Bəxtiyar Vahabzadənin muğam poemasından idi. Bugün də biz verilişimizi şeirlə başlamaq istəyirik. Görək, şairimiz Bəxtiyar Vahabzadə şuur muğamı haqqında nə deyir? Bəhram müəllim, biz şuur dəstgahı ilə əlaqədar məktəblərlə bir neçə sual hazırlamışıq. Bəli. İstərdik ki, siz həmən suallara cavab verəsiniz. Onu da deyim ki, bugün dəvət elədiyimiz, verişimizə dəvət edilmiş şagirdlər hamısı musiqi ilə məşğul olurlar. Bakının 8 nömrəli musiqi təmayüllü internatının şagirdləridir. Hərəsi bir musiqi alətində çalır və muğamlarımızla da maraqlanırlar. İndi gəlin həmin suallara birgə cavab verək. Siz cavab verədiniz, mən cavab verə biləcəyimsənsə, mən də cavab verə bilərəm. Yaxşı uşaqlar, suallarınızla bizə müraciət edə bilərsiniz. Şuur sözünün mənası nədir? Şuur sözünün mənası qarşılıqlıq, şənlik. Daha nə mənası var? Bir də deyirlər ki, şuur, eşq, sevgi mənası var. İkinci bir mənası da var, Bəhram müəllim. Mən ikinci mənasını işim yoxdur, bilmirəm. Mən bizim musiqiyə aid olanı, belə ki, şuur, qarşılıqlıq, sevgi, məsələn, haykü. Şuur o deməkdir. Ona görə də onu getiriblər o cürə ki, şuur dəstgahı çox böyük bir dəstgahdır. Çox şeylər var orada qarşı. Bəli. Ona da ərəb dilində deyirlər ki, ümbül muğam. Muğamların anası da ondan böyüyü yoxdur. O şuur dəstgahında çox gülşələr, hissələr, şöbələr var. Ona görə qarşılıqlıqdır şuurun öz mənası. Sonra? Daha kimi sualı var? Bəhram müəllim, şuur muğamı nə vaxt və harada yaradılıb? O nə vaxtın deyə bilmərik, çünki 2000 il, neçə yüz bundan qabaq olub bu muğamın işi. Muğam ruhanlı əlində olub, sonra keçib musiqiyə. Bir dənə şəhər var, bu İranın Besrə tərəfində, ərəblərlə qarşı yerində şurt, axırı tıdır kəlmənin. Ola bilər ki, məsələn, bu yerin adı ilə getiriblər şurayı, qarşılıqlı, sonra götürüb bunu düzəldiblər. Onun nə vaxtı müəyyən deyil ki, bunun tarixləri ki, hansı tarixdə dəqiq deyəcək, heç kəs də bilmir. Bu Bəhram müəllim, nə vaxt məsələsi ki, ortaya düşdü, belə ki, Füzulinin şeirlərində şuura rast gəlmir, şuur muğamına rast gəlmir olur. Onda biz deyə bilərik ki, bu 16-cı əsrə aiddir, yoxsa ondan əvvələ də aid ola bilər? Hər halda Füzuli 400 ildir. Amma bu 2000 il, neçə yüz tarixi var bunun ki, bu muğam olub. Əlbəttə ki, Füzulidən qabaq nizamında da var, şuur işlənib. Firdovsi 1000 il neçə vaxtdır. Onun yazısında da var şuur. Deməli, şuur çox qədim muğamlardan biri. Çox qocaman bir muğamlardılar. Həm rast muğamı, şuur muğamı, elə mi? Rast muğamı sonra əmələ gəlib. Şuurdan sonra əmələ gəlib. Yox, mahurdan sonra. Mahur muğamı olub hər yerdə. Rast olmuyor. Rast sonra bizim bu Azərbaycanda inkişaf edib əmələ gəlib. Bəs şuur muğamını biz Azərbaycan muğamı kimi, yəni Azərbaycanda yaradılıb inkişaf etməsi haqqında deyə bilərik, yoxsa? Lab əla. Qabaq neçəmici əsr deyəmmərəm, şuur belə oxunmayıb. İndi ki biz oxub çıxacaq, bu cür olunmayıb. Məsələn, şuuru başlayırdıq Bərdaşına, mayədə bir şuur oxunurdu, sonra keçirdilər, ilirdilər şəhra şub. Yəni şəhərdə qarşılıq bir parça. Şəhra şubdan keçirdik, gəlirdik, düz sabah şəmsə.
Səma-i Şəmsi çalırdıq, gəldik orada Hicaz. Amma indi değişib ayrı cürdür. Məsələn, şurun mayasını çalırıq. Mayadan tutarı burada çox hissələr var, xırda hissələr. Onlarla məşğul olunduq indi. Oradan keçirik, Şur Şəhnaz deyirik indi. Şəhra Şubun yerinə Şur Şəhnaz deyirik. Şur Şəhnazdan keçirik, Dirkeş deyilirlər orada bəzən olur. Sonra Bayati Türk olur burada. O Bayati Türkdə Dügah əmələ gəlir, Bayati Qacar əmələ gəlir. Oradan keçirik Şəstəyi Farsa. Bu cərgə ilə gəlirik, nota hesabı ilə bir-birinə ardıyıcı. Şəstəyi Farsdan Əşiran balaca hissədir. O da bir yaşayış qəsəbəsidir Belucistanda. İranın ərəb olan hissələrindədir. Onun ilə getirib gəlir düşürük Sabah Şəmsə. Sabah Şəmsdə sonra bir ağız oxuyandan sonra xanəndə zərb çalınır. O zərbin altında, qavalında məsələn xanəndə gənə oxuyur. Oradan keçirik Hicaza. Hicazda o vaxtda belə edirlər, məsələn Bayat Kürt də oxuyurdular, Deşli də oxuyurdular, Şaxətayı oxuyurdular. Oradan gəlirlər, ayaq verirlər, düşürlər Sarəncə. Sarəncdən sonra üstünü oxuyurdular Qəməngiz. Qəməngiz yəni qəmli. Qəməngizdən sonra getirib ayaq verirdilər, tazadan gəlib düşürdülər. Dada Dügaha, Zəmin Xara, oradan ayaq verdilər Nişib-i Fərazla, gəlib düşürdülər Şura. Gəlirdi bənşimi. Amma indi biz değişmişik bu dəstgahı. Qədimdən ayrılmışıq. Şur Şəhnaz, gəlir sonra da Bayat Türk, Şəstəyi Fars, Əşiran, Səbaşən, Hicaz, Sarənc, Sarəncdən sonra Qəməngiz, Qəməngizdən ayaq veririk, orada Nişib-i Fərazla gəlir Şur tutarıq dəstgahı. Bu bir növ yaxın gəlir dəstgaha, çünki pərdələri biz bir-bir gəlirik aşağı. Bəzən deyirlər ki, bu xanəndələrin o vaxtda çox sesli xanəndələr sonra arada azalıb, o Pesxan oxuyanlar deyirlər, yəni Bəmxan oxuyanlar, onlar zili oxumayıb, köçürdüblər buradan oxumağı yuxarı Bəmə. Orada oxuyublar işlərini görürlər, sonra burada yarımçılıqdan qeydirdilər, gedirdilər. Amma hindi saatlıqda bizim bu Sovet Azərbaycanında gözəl müğənnilərimiz var, sesli xanəndələrimiz var indi, yetişib. Bunlar indi tamam kamal oxuyurlar. Bəhrəmən, bu haldakı söhbət müğənnilərimiz üzərinə gəlib düşdü. Bəli. Onda yəqin siz deyə bilərsiniz, Şur dəstgahını oxuyan ən gözəl müğənnilərimiz tarixə kimlər olub? Hansı müğənnilərimiz Şur muğamını, Şur dəstgahını gözəl oxuyublar? Keçmişdə əlbəttə. Elə indi də, həm keçmişdən indiyə gələk. Yox, indi ayrıdır, Bəli. keçmiş ayrıdır. Keçmişdə Ağabala Ağasayid oğlu olub. Onun kimi oxuyan olmuş. Sonra da Ələskər Abdullayev olub. Ələskər Abdullayev Ağabala Ağasayid oğlunun tələbəsidir. Ağabala Ağasayid oğlu tacirdir. O qonaqla gedəndə xahiş edirdi, oxuyurdu. O xüsusi xanəndə döyürdü, amma Ələskər xanəndə idi. Sonra Seyid Şuşinski, Zülfü Adıgözəl o. Bunlar da yaxşı aldırdı Şur çox. Çünki bunlar bütöv xanəndədir, mayalar da, bəmləri də sesləri yaxşı idi, ortada da zildədir. Amma elə xanəndə var ki, bəmdə sesi yaxşı işləməyir, tez qaçır oradan, gəlir zilə. Zildə qiyamətdir. Dağdırdı aləmi. Bax, beləncəsində də olur. Bu oxuyanlar, Bəhrəmən, biz bilirik ki, Azərbaycan tək oxuyanlarla yox, eyni zamanda məşhur tarzənləri ilə, kamança çalanları ilə, ud çalanları ilə tanınıb. Bəs digər alətlərdə Şur dəstgahını hansı sənətkar daha çox gözəl çaldı? Misal üçün, biz verilişimizi mərhum sənətkarımız, tarzəmiz Əhsən Dadaşovun udda Şur çalması ilə başladı. Daha hansı sənətkarları göstərmək olar ki, onlar tarzənlər, kamança çalanlar ki, Şur muğamını gözəl çalırlar? İndikilər, keçmişlər. Başlayaq keçmişdən, gələk indiyə. Keçmişlər Şur, Mirzə Sadıq, tarın, bu tarı düzəldən, bu tarı bu hala getirən Mirzə Sadıq. Biz ona tarın atası adı qoymuşuz. Odur. Sonra Məşəd Zeynal olub. Bu Şuru yaxşı çalırdı mayada. Axırıncı çalan da mən Qurbanı tanıyıram. Primov. Bəli. Ondan sonra mən tar çalan tanımıram. Çünki
o dövrün gələcək gələnəni qurbandan güclü çalan biz görməmişik, mən görməmişim. Muğam çalanlar. Bəli, muğam çalanı. Çünki Sadığı atam görüb. Zeynal da atam görüb. Amma mən görən qurbandır. Qarabağdan gələn çalanlardan qurbandan güclü çalan olmuyor. İndi qaldı ki, bu tərəf xəbər arsan. Bu tərəfdə Əhsən Dadaşov şurun mayalarında yaxşı çalır. Çünki bizim xalqımız da elə deyirlər ki, Əhsən yaxşı şur çalır. Sonra bir Gəncəli oğlan adı nedir? Qayıbo. Qayıbo adı. Zərif. O da şurun mayası yaxşı çalır, qəşəng çalırdı. Mesela Hacı Məhəmməd o yaxşı çalırdı. Bunlar bütöv desisyan məsələsidir. Şurun mayasını getirirlər bura hamısını çalmağa. Bizim gözəl çalanlarımız çoxdur. Sərvər İbrahimov çalır. Sonra Ənvər Mansurov çalır. Bunlar yoxdular. Əsasən siz tarda çalanlar adını çəkdiniz. Bəli. Elə mi? Bəs kamançada çalınmırmı bu muğam? Kemançada çalınır. Bizim Azərbaycan kemançaçılarımız çox az olub. Hindi çoxalıb. Məsələn, o vaxtda kemança çalanlarımızdan bizim Qılman Salahov yaşlı zərif kemança çalırdı. Nadir Məmmədbeyli vardı. O çalırdı. Sonra qızlardan vardı Cavahir. Orkestrdə çalırdı Koroğlu'da. Sonra Hafiz Mirzəliyevdi bu axırlarda. Sonra Tələt Başxanov gəlib geçib. Bu bir daha gəlib geçirlər də yaş etibarilə. Bəli. Bəli, indi zatdır. Tələtdən sonra Şəfiqə xanım gözəl kemança çalandı. Şur çalmada necədir? Əsli kemança çalandı. O ne düşür çalan, ne iki şur. Elə deyir, Tələt müəllim. Sonra gene var kemança çalanımız Bedəlov. Elman. Mesela orkestrdə var, onlar ayrıdır. Mən muğam çalanlarını elə bunları deyirəm. İndi cavan, yaxşı kemança çalanlarımız çıxıb, amma gerek biraz işləsinlər, təcrübələrsinlər. Bunlar meclislərdə, konsertlərdə geçerli. Bizim bu meclis, konsertlər olmasa inkişaf ola bilməz. Hadi məsələ. Oxumaqla deyil, notanı mən bildim filan. Yox. Gerek çalına, meclislərdə, rajlenlərdə, toylarda, konsertlərdə, çalığı harda şənlik var, gerek işlənə ki, öyrənəsən. Harda nüqsanı deyib biləsən ki, harda nə oldu, kim neyi istəmədi. Ona görə sonra gəlib bir yaşa, o yaşda görsən, puxta bir sənətkar əmələ gəlir. Bəhram müəllim, yəqin ki, bilirsiniz ki, bizim bugünkü verişimizin mövzu şur dəstgahıdır. Bəli. Şur haqqında da müəyyən məlumatı biz verdik. Yaxşı olar ki, bu dediklərimizi həm də əyani olaraq göstərək ifaçılarımızın, deməli, həm Səkirə xanımın, həm də ki, Cənali Əkbərovun ifasında və sizin müşahidinizdə hər bir hissəsi haqqında həm məlumat verək, həm də musiqini dinləyək. Olar. Ləp yaxşı. Olar. Dolandım başına, söyledi pervanedir bu ay. Zülfünü aldım elime, güldü ki divanedir bu ay. Helgeye zülfü de gör, hal siyahın ey değil. Birisi dami beladır, birisi nedir bu yar. Aman 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 aman, aman 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 can.
Salman Salman mescid kimi bir sidq-i iradet gelmey. Ey gözüm gözde edeb guşeyi meyhanedir bu. Bu değil perdeyi üşşagu nehevandı Hicaz. Gulgule yerşe salavan nereyi mestanedir bu. Seyyida çek göze eyvanı tila sürmesini. Can yetip kamına kim menzili cananedir bu. Seri her muide min aşık nalanın var. Meğer ey şuh ki bir cismiden min canın var. Leyliye Leyliye gıys olur aşık senem min Leyli. Aktarırsan yine bir aşık acep kanın var. Xahişin terki dil can edim mən hem ettim. Söyle ey yar görüm indi ne fermanın var. Ay day canıma. Suziye binaleyi pervaneni görey bülbül. Sehni gülzaride senin ancak afganın var ay canım. Her her merez çaresini eyleme yasandır tabi babalam. Merezi eşke ve ne tedbir ne derman var aman ay amanam. Sabira gergede ver ahir seni bu seyli bela. Olma gafil bela kim
Dideyi giryanın vay yarara dalay 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 ay aman yaram aman 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 ey bedad ben cayra Şur şehnaz. Bilmem buna senin kimin istekli yaridir Yahansı bəxtiyarlərin bəxtiyardır abalayam ay canım ay Açtıkça gül cemalının eller ferahlanır güya güya güzel aleminin şehriyardır abalayam abalam ayda daydan ay canım ay Secdegah idi ateş perestler Şehri Sebaki Merkezi derya kenarıdır ayda aman ay canım Kan etmez sabi Kan etmez sabi Bağrımızı bade tez getir
Hayati Türk. Şehri Sabaki merkezi derya kenarıdır. Kan etme sabi bağrımızı Bağda tez getir Doldur qədəhləri Gecemiz keçdi yardır aman Aman aydadır söyleyer Biçare vahidi bu gazel yadigardır Aman aman yarım aman aman ayar Meclise canan yine geldi Galibi bir ruhe veren can yine geldi Bir neçe gün olmuştu günüm tire geminden Gönlüm evini yetmeye bir ay yine geldi Aman Şikesti Fars. Güldü dedi divane-i devran yine geldi Vahid bilir alem ben yol zülfeye sileyim Sen çok demeye Mecnun-i biyaban yine geldi Ay aman 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 aman
İran. Simay Şems.
Arenç. Gördüm yine minnaz ile bir yanaya baktım. Çok şüpheye saldım, çok şüpheye saldım. Beni bildim ki nigaramızdan aman 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 Gülbine güzellikte Gülbine güzellikte getirmiş seni taley Hasret çekir alem sana Hasret çekir alem sana Meşhur cahansan aman 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 Gabengiz. Durma gelmezse yar muhabbetten dünya Görkemin ince güzel nazlı gelin görkemidir Ben senin için vatanım için kökrem canla Bu sözüm sevgili yar Sözlerimin möhkemdir aman
gözündeki meyler bülbülün göz yaşıdır, Gonca gülün şebnemdir. Aman aman Bəhram müəllim, adətən biz keçən dəfə muğamları uşaqlar üçün aydınlaşdıranda dedik ki, rast və segah zabıl muğamı insana müəyyən təsir göstərir və onların təsiri haqqında da söhbət edirlər. Şur dəstgahı insana nə cür təsir göstərir? Şur dəstgahlığı biz bölürük 3 yerə. Maya, orta miyanxana deyil, bir də zili. Onu mayada çalanda sarısı da insanı çox uzaq xəyallara aparır, keçmişlər yada gəlir. Belə, necə deyim onu, çox təsirli olur. Xəyallı üçün gedir. Sonra ortada çalınanda onu, orada bir dirilik əmələ gəlir. Biz o xəyallar belə dağılır. Təzə yetişmiş xəyallar, təzə fikirlər gəlir xəyala. Amma keçirsən onu zildə çalanda Sabah Şəm, Hicaz yerlərində bu çox igidliyə tərəf aparır ki, xalqın igidliyini göstərir, cəsurluğunu göstərir. Bu marşlar ki çalınır, o cürə təsir edir adama. Ona görə də şur dəstgahının təsiri 3 cürə, mayada bir cürə təsir edir, ortada bir cürə təsiri var, dildə də bir cürə təsiri var. Çünki böyük dəstgahdır, hər cürə muğam var burada. Nə qədər onu bilməyən adam olsa, görsən bir toçkasında, onun bir nöqtəsində görsən təsir edir ona. Təsir eləyəndə keçmişləri yadına düşür. Xəyal edir ki, görürsən mən oxuyub qalsam nə olar, musiqinin altında gedir bu fikirlər hamısı. Ona görə də şur dəstgahında çox fikirlər ola bilər. Bəs bu biz deyirik ki, burada bizim müğənnilər oxuyur, eləmi? Bəli. Müğənnilər də müəyyən sözlərlə, şeirlərlə, qəzəllərlə, eləmi? Bu poeziyanın hansı nümunəsindən istifadə olunur? Muğamlar istifadə olunur əruz veznindən. Çünki muğam özü veznidir. Əruz vezni ilə düz gəlir. Məsələn, keçmiş şairlərdən başlayan, məsələn, Hafiz, Sədi, onlardan gəldikcə gəlir qabağa, məsələn, sonra Nizami, Firdovsi, buradan gəlir qəzəllər hamısı. Gəlir çıxır Füzuliyə. Füzuli laf qəzəlin bal yeridir, şirin yeridir. Füzulidən sonra gəlir Seyləzin, Seyləzindən sonra Sabir, Sabirdən sonra bizim qəzəl şairi Vahid, bizim sevimli şairimiz, indi hal-hazırda Süleyman Rüstəmin qəzəlləri çox yaxşı şu birin muğamda oxunur, çalınır. Əruz vezni bizim üçündür, bu muğam üçündür. Bəzən həcab vezində oxuyurlar, ona qoşmalar, o muğamla düz gəlmir, vezinlə ayrı cür olur. Oxuyan özü də onu düzəldə bilmir, oxuya bilmir məsələn. Bu ölçü ilə də, siz nota hesabını bilirsiniz ölçülərdə. Ona görə də yaramır, xarab olur. Onu həcab vezində oxuyanda alınmır. Tanınmır ki, bu filan muğamıdır, bu belə muğamıdır. Amma əruz vezni yağ kimi axır. Ölçüdə muğamın ölçüsüdür. Ona görə də bizim sesli oxuyanlarımız, indiki müğənnilərimiz çoxsu indi başa düşürlər ki, qoşma yox,
Qəzəl oxumaq lazım. Məhz qəzəl oxumaq lazım. Ərin gözündə, bəli. Əziz dostlar, biz verilişimizi böyük sənətkarımız Bəxtiyar Vahabzadənin Muğam poemasından bir şeirlə başladıq. İstərdik ki, verilişimizi yenə də həmin poemadan şuurla əlaqədar bir parçanı dinləməklə bitirək. Məktəb dostlar, gəlin gözəl söhbətləri üçün, xoş sözləri üçün, eyni zamanda gözəl çalğıları üçün, ifaları üçün qonaqlarımızı ürəkdən təşəkkür edək. Bununla da məktəblərin musiqi klubunda növbəti məşğələmiz sona çatır. Verilişi televiziyanın uşaqlar üçün proqram baş redaksiyası hazırlamışdır. Sağ olun, gələn görüşlərə dək.